Salam əziz və hörmətli izləyicilərimiz, xoş gördük sizlərin hər birini. Sizlər üçün Binə qəsəbəsində 218 nömrəli məktəbin tam yaxınlığında 160 nömrəli marşruta yaxın olan bir məsafədə 2.5 tutun içərisində belə bir yerdən kürsülü, gözəl evin inşallah təqdimatını sizlər üçün hazırlayacaq. Dəyərli izləyicilərimiz, göründüyü kimi bu hissəsində yaşıllıq yaratmaq mümkündür. Dövlət sayğaslı şirin suyuna kimi mövcuddur dəyərli izləyicilərimiz. Həyəti ilə tanış olacaq, sonda keçib evin içərisindən tanış olacaq. Evimizin bu hissəsində yerləşir kombisi, yəni evin kombisinə kimi mövcuddur dəyərli izləyicilərimiz. Bu hissəsində yerləşir evimizin qaraj hissəsi. Yəni, qaraj həyət hissəsinə rahatçılığından 3 maşın daxil olur. Bu hissəsində görək nə yerləşir? Bu evin arxa hissəsi dəyərli izləyicilərimiz, yəni zaborla məsafə olan bir hissəsidir. Evimizin bu hissəsinə tanış olan bir dənə, yəni aşağı hissəsini tanış olağın beton kəmərlərdən istifadə olunubdur. Qazı su işığı dövlət sayğaslı şirin suyuna kimi mövcuddur. Buyurun keçən evin içərisindən tanış olaq. Bəli izləyicilərimiz, 13 daş kürsüdədir evimiz. 13 daş kürsüdə yerləşir. Həyət intametinə kimi vurulubdur. Evimizin kondisionerinə kimi, yəni qiymətə daxildir. Evimizin içində figur işləri, tavanımızda figurları və abo işlərimiz görülübdür. İlk öncə evimizin belə bir gözəl mətbəği ilə tanış olağın, yəni mətbəğimiz tam hazır bir şəraitdədir. Evimizin kombisi kondisionerinə kimi qiymətə daxildir. Qiymətində təbii ki, indirim olunacaq. Yataq otaqları ilə tanış olağın. Bu hissədə yerləşir bir dənə belə bir gözəl yataq otağı. Bu hissəsində yerləşir sanuzor qovşağı. İkinci bir yataq otağı ilə tanış olağın, evimizin pərdəsinə kimi mövcuddur. Yəni yaşayışlı ev olur, çox keyfiyyətli, beton kəmərlərlə istifadə olunmuş bir evdir. Yerdən 13 daş kürsüdədir. Sonda evimizin zalı ilə tanış olacaq. Belə bir gözəl zalımız mövcuddur. Panorama pəncərələri 218 nömrəli məktəbə 160 nömrəli marşrutun Astanovkasına yaxın olan bir ərazidir. İnşallah gəlib evə baxış keçirib, sahibi ilə görüşüb, qiymətində razılaşmaq mümkündür. Evimizin içərisində kondisioneri, kusta mebeli və kombisi mövcuddur izləyicilərimiz. Allah alana da, satana da xeyir versin. Əlaqə nömrələrimiz ekranda qeyd olunmuşdur. Ətraflı məlumatlar üçün əlaqə saxlayın. Allah alana da, satana da xeyir versin. Sağ olun.